Allah'ın salamı, rahmet ve bereketi olsun Əhl-i Beyt aşiqlərinə. Hristiyan alimi Həzrət Əli əleyhissalam haqqında belə buyurmuşdur ki, kaş ki 100 ildən bir Əli əleyhissalam dünyaya gəlsəydi, onda hər kəsə insan demək olmazdı. İnsanlığı onda biz dərk eləyərdik. Həyatı dərk etmək üçün 3 yerə tez-tez getməlisən. Birincisi, xəstəxanəni tez-tez ziyarət elə. İkincisi, zindanı ziyarət elə. Üçüncüsü isə qəbirstanlığı ziyarət eləmək lazımdır. Xəstəxananı ziyarət eləyəndə sağlamlığın yadıma düşər. Zindanı ziyarət eləyəndə azadlığın yadıma düşər. Qəbirstanlığı ziyarət eləyəndə Allahı dərk eləyərsən ki, bu dünya Allahındır. Və bu yerin üstündə olanlar yerin altına getməyəcək. Yerin altına biz gedəndən sonrasına eləmədiklərimiz üçün peşman olacaq. O çox gec olacaq. Ona görə də ibadətimizsə, səxavətimiz hər şeyə Allaha bağlıdır. Allahdan imdad diləyək. Allah hamının harayına, köməyinə çatsın. Biz müsəlmanlar da onun içində. Allaha and verək öz izzəti cəlalına. Bu sionistlər Azərbaycana gəlincən İmam Zaman ağanın zührün təcil eləsin inşallah. İmam Zaman ağanın zührü üçün bir salavat göndərək. Allahümme səllələ.